Salam, əziz abituriyentlər, tələbələr, kompüter proqramlarını öyrənmək istəyən informatika sevərlər. Bugündən qərara gəldim ki, dərs dediyim onlayn kursun bəzi komponentlərini sizlərlə bölüşüm. Siz də əgər marağınız varsa, dərslərimə qatılıb qısa müddətdə peşəkara çevrilin. Gəlin birbaşa məsələyə keçək. Bugün biz Exceldəki iki sadə, amma həqiqətən də çox güclü alətdən danışacaq. Sort və filter, yəni sıralama və filtrləmə. Bu alətlər sizin məlumatları idarə etməyiniz üçün əsl açardır. Əminəm ki, bu mənzərə çox tanış gəlir. Qarşınızda böyük, qarışıq bir cədvəl var və sizə lazım olan məlumatı tapmaq sanki iynə ilə quyu qazmaq kimidir. Bu, əsl məlumat xaosudur. Baxın, o xaosdan canlı bir nümunə. Xərclər, məbləğlər, tariflər, hər şey bir-birinə qarışıb. İndi belə bir cədvələ baxıb, ən çox pulu nəyə xərcləmişəm və ya bu ay yeməyə nə qədər pulum çıxıb kimi suallara cavab tapmaq demək olar ki, çətindir. Amma heç narahat olmayın, bunun çox asan bir həlli var və o həll yolumuzun birincisi sort, yəni sıralama alətidir. Bu alət məlumat xaosunu ram etmək üçün bizim ilk addımımızdır. Sort nədir? Çox sadə dildə desək, bu sizin bütün məlumatlarınızı məntiqli bir ardıcıllığa düzmək deməkdir. Məsələn, adları A-dan Z-yə, rəqəmləri ən kiçikdən ən böyüyə ya da tarixləri ən yenidən ən köhnəyə doğru düzmək kimi. Bunu belə təsəvvür edin. Sort funksiyası sizin məlumatlarınızın şəxsi kitabxanaçısıdır. O, bütün o dağınıq kitabları götürüb, səliqə ilə rəflərə düzür ki, siz axtardığınızı saniyələr içində tapasınız. Nəticədə isə vaxta qənaət edirsiniz. Bayaqki real nümunəyə baxaq. Burada məsələn xərclənən pulları ən azdan ən çoxa və ya əksinə sıralamaq üçün ekranda gördüyünüz sort alətini seçirsiniz və etdiyim ardıcıllıqları təkrarlayırsınız. Və nəhayət budur. Qarşımızda sıralanmış cədvəl hazırdır. İndi isə keçirik ikinci super alətimizə. Filter, yəni filtrləmə. Əgər sort hər şeyi düzürdüsə, filter bizə məhz istədiyimiz şeyə fokuslanmağa kömək edir. Filter, görmək istəmədiyiniz sətirləri müvəqqəti olaraq gizlədir və yalnız sizin qoyduğunuz şərtlərə uyğun olan məlumatları saxlayır. Ən vacib məqam budur ki, heç nə silinmir. Sadəcə lazımsızlar bir anlıq gözdən itir. Filter bizim projektorumuzdur. O, məlumat yığınının içindən məhz axtardığınız şeyi işıqlandırır. Qalan hər şey isə qaranlıqda qalır. Məsələn, bayaqki real nümunəyə baxaq. Burada mənə yalnızca səyahət kateqoriyasındakı xərclənən pulu tapmaq və ya görmək lazımdır. O zaman etdiyim ardıcıllığı edirsiniz. Və nəhayət, budur nəticə. Yalnızca mənə lazım olan kateqoriya görünür. Digərləri isə müvəqqəti olaraq gizləndi. Ümumiyyətlə, sort və filter sadəcə düymələr deyil. Onlar, məlumatlarınızın dərinliyində gizlənən hekayələri üzə çıxarmaq üçün bir növ açardır. Siz bu alətlərlə şəxsi büdcənizi analiz edə bilərsiniz, biznesinizdəki satış rəqəmlərini izləyə bilərsiniz və ya onlayn mağazadan ən ucuz məhsulu tapa bilərsiniz. İndi sizin əlinizdə bu hekayələri kəşf etmək üçün iki çox güclü alət var. İndi gedin və onlardan istifadə edin. Daha ətraflı məlumat dərslərimizə qatılmaq üçün aşağıdakı nömrəyə zəng etməyi və səhifəmizi izləməyi unutmayın. Hələlik.